heç cür özümə yaraşdırmadım ki. Sən nə inadın? Yox, heç nə. Buyurun. Hoş olsun. Bu nədir əmi öyle? Bu nədir böyle? Bu nədir böyle? Deyəm bir dənə. Kuzunun boğazı. Quzunun boğazı. Boynu. Bunun adı nə gedir? Kuzu boynu. Quzu boynu. Əmi. Tavada gör necə qəşəng çıxır. Görüntü möhtəşəmdir. İndi biz dadına Tadına baxın. baxın, ondan sonra gəlsiz nə var. Əvvəllər vlog çəkmişdik, təqdim etmişdik Bəli. dayını. Çinar Şadlıq Sarayının həyətində çalışır dayı restoranda. Bəli. Məhz o restoran çalışdırır. İndi bir dadına baxaq. İcazə verirsin mən dadına baxım ilk öncə. Öz əl işində də əmi bu. Yox, qonşumuz. Zəhmət olmasa bunu çək. Zəhmət olmasa bunu çək. Yəni buna bıçaq lazım deyil dostum. Ehtiyac yoxdur. Əlvi yandı. Bismillah. Maşallah məlhəm. Dadına söz ola bilməz. Çox gözəl. Hoş olsun. Bunun reseptini deyə bilərsən. Xeyr, xeyr. Onun resepti özümdədir. Həmişə belə şeylər, bu belə dadlı təamlar gizli saxlanılır. Nömrəni denən sifariş üçün 845 97 03. onu da qeyd edim ki, bura ən ucuz restorandır. Buradan aşağı qiymətlər Azərbaycanda yoxdur. Yəni bu bir mənalı şəkildədir. Həqiqətən. Biz əvvəllər qiymətləri çəkib təqdim etmişdik. Şoka düşmüşdülər. Bəli. Məhsullar da hamısı təbii. Çox xahişim, əyləş də bizimlə də. Mən ümumiyyətlə, bilmirəm, bilirsiniz ya yox, fərqli yeməkləri təqdim etməyi sevirəm. Səbəb bilirsiniz nədir? Eyni olmur da, yəni ictimaiyyətə əslində, yəni bozbaş lazım deyil, bozbaş hər yerdə var. Hara yesin var. Fərqli yeməklər var. Fərqli. Vallahi bu şirəsi var ha. Şirə, Sən yedin qutardın, onu bizə qalmadı. narahat olma da səbirli ol. Sən gidirsə bizim ağzımızın suyu axırırdı ya. Çəkişdən istifadə elə bir girir da. Çəkilişlər istifadə edib, bastı yedi bir dərçəyi. Həqiqətən dadına söz ola bilməz. Yəni mən deyim ki, sizə quzu ətinin dadını verir, toyuq ətinin dadını verir. Tam fərqlidir. Tam fərqlidir və möhtəşəmdir. Dayı da deyir ki, reseptin o kola şirkətinin hansı ki reseptin qoruyub saxlayırlar, 2 nəfər sir saxlayır, elə qorunub saxlanılır. Nömrəsini də qeyd etdim dayının. Valla canımızı, ciyərimizi biz həmişə gəlirik bura. Çörəyimizi burada yeyirik. Gəlib bunu yeyib bu xalodla qiymət neçə çıxır tökür məsələn? Kuzu boğazından bir yerdə 14 manat 99 qəpik. Ola bilməz. Super, möhtəşəm. Həqiqi deyirsən, hə? Xalodla bir yerdə. Vallahi Xalodla bir yerdə əladır. bu. Dəyərli dostlar, vallahi deyirəm əladır. Yəni bu qiymət bunun üçün 4 nəfərə gəlir. super mükəmməldir. Yəni bunu hal-hazırda məlum məsələdir. 4 nəfərə rahat. İndi belə yüngülvari, bu içkini kim qoydu mənim qabağıma? İçki deyil, o sudur. Sudur, hə, sudur heç. Badamlı. Buna niyə susunursunuz? Badamlı. Hə. 4 nəfərə rahat şəkildə belə də dadmaq üçün indi burada fərqli təamlar da var. Görürsüz fərqli təamlardır. Burada yəni eynilik yoxdur. Yəni hardasa gördüyünüz yeməklər deyil. Bir daha ünvanı qeyd edirəm ki, dostlarımızın yadında qalsın. Şabran şəhər Çinar Şadlıq Sarayının həyətində ayrı bir restoran var. Həmin restoranı bizim dayımız çalışdırır. Afif dayımız. Sağ ol, dayı.